Həzrəti Mevla'l Muvahhidin, Əmirül Müminin əleyhissalam buyurur ki, eşitdim Allah Rəsulü. Bax bu Qurban bayramı günündə xutbə elədi. Belə buyurdu. Bu gün Səc və Əcc günüdür. Səc nə deməkdir? Səc qurbanlıq heyvanın qanına deyərlər ki, yerə tökülür. Əgər qurbanlıq edən insanın niyyəti sadiq olsa, deyir bu heyvanın ilk damla qanı iki yerə tökülür, həmin o insanın günahlarının kəffarəsidir. Bunu Allah Rəsulü buyurur. Əgər niyyəti sadiq ola. Və əcc nədir? Həzrət buyurur, əcc duadır. Allah Rəsulü buyurur. Bugün səc və əcc günüdür. Səc nə deməkdir? Qurbanlıq olunan heyvanın qanına deyirlər ki, Həzrət buyurdu. Və əcc nə deməkdir? Əcc. Həzrət buyurur ki, əcc duadır. Bu gündə dua eləyək. Namaz, dua çox mühümdür. Qurbanlıq bayramı, ət bayramı deməkdir. Ət yemək, ət kəsmək, ət doğramaq, bəli, bunlar yaxşı işlərdir, eləmək lazım, paylamaq. Amma mahiyyəti bundan ibarətdir. Həzrət buyurur ki, bu gün düzdür, heyvan kəsməlisən, öz yerində. Amma dua da etməlisən. Bugün mənəviyyat günüdür. Həzrət and içir. Deyir, and olsun o Allaha ki, Muhammedin canı onun əlindədir. Hamı bağışlanar Qurban bayramı günündə. Məgər o adam ki, kəbirə günahları edir, böyük günahlar edir və ona israr edir. Ürəyində də bu var ki, yenə edəcəm. Həzrət bir qeyd edir burada.